Salam uşaqlar, bugünkü dərsimiz 18-ci sinif əvvəllərində Səfəv dövlətin vəziyyəti, bir də alt başlıq olaraq Səfəv dövlətinin iqtisadi tənəzzül haqqında danışacaq. 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində Səfəv dövləti dərin iqtisadi ağır böhran keçirirdi. Böhranın bir sıra səbəbləri var idi. Bunlar hansılar idi? Daxili iqtisadi səbəblərə baxaq, su təchizatlarının zəifləməsi, süni suvarma şəbəkələrinin sıradan çıxması, əkin sahələrinin azalması, buna səbəb Azərbaycan cənubundakı yeraltı kanalları, yəni kəhlizlərin dağılması idi. Pul böhranının baş verməsi bu dövrdə metal qismən xaricdən gətirilirdi. Şəhər iqtisadiyyatının tənəzzülü səbəbi ticarət və sənətlə məşğul olan əhalinin şəhərlərin kütləvi şəkildə tərk etməsi idi. Sonra baxaq xarici iqtisadi səbəblərinə. Hindistanın dəniz yolunun kəşfi nəticəsində 17-ci əsrdə ipək yolunun əhəmiyyətini itirməsi, dövlətin əsas gəlir mənbələrindən olan ipək ixracının aşağı düşməsi, xarici ticarətin zəifləməsi nəticəsində ölkədə yaranan pul çatışmazlığının dövriyyədə qəlb, yəni saxta pulların yol tapması, Avropada keyfiyyətli və ucuz manufaktura məhsullarının istehsalının artması nəticəsində sənətkarlıq məhsullarına olan tələbatın getdikcə azalması xarici iqtisadi səbəblərdən idi. Bir də siyasi səbəbləri var idi. Siyasi səbəbləri hansılar idi? Əsas səbəbi dövlət idarəçiliyində böhran var idi. Bunun səbəbi isə dövlət aparatındakı vəzifəli şəxslərin rüşvətxorluğu, fırıldaqçılığı və s. kimi göstərmək olar. Məmurların özbaşınalığı və mülki bürokratiyanın rüşvətxorluğu dövləti xeyli zəiflətmiş və dövlət idarəetmə aparatında şəxslər yol tapmışdı. Bürokratiya nə idi? Hökumət strukturunun nümayəndələrindən dövlət məmurlarından ibarət olan səlahiyyətləri və imtiyazlarına görə cəmiyyətin digər hissələrindən fərqlənən təbəqə idi. İndi baxaq Səfəv hökmdarı Şah Sultan Hüseynin, yəni 1694-1722-ci hakimiyyətdə olmuşdur. Böhrandan çıxmaq üçün boş qalan xəzinəni doldurmaq üçün həyata keçirdiyi tədbirlər var idi. Bunlardan biri nə idi? Pul böhranını aradan qaldırmaq üçün ata-babaların əldə mənbələrində olan qiymətli əşyaları əritməyi və pul kəsməyi əmr etmişdi. 1699 və 1702-ci illərdə siyahi alma keçirmiş və bundan sonra da vergiləri artırmışdı. Səfəvlər və feodal zülmlərə ilk üsyanlar Şirvan üsyanı başlıq altında. Baxaq. 18-ci əsrin əvvəllərində aşağıdakı amillər şəhərin vəziyyətini ağırlaşdırdı. Şah hakimiyyətinə və yerli hakimlərə qarşı üsyanlara səbəb oldu. Bunlar hansılar idi? Vergilərin artması və quraqlıq və məmurların özbaşınalığı feodal zülmünü misal göstərmək olar. Şirvanda baş verən quraqlıq adlığa bu isə bahalığa səbəb olmuş. Nəticədə iqtisadi böhran dəyərlənmişdir və 1707 və 1711-ci il Balakəndə Səfəv zülmünə əleyhinə ilk kütləvi xalq çıxışı baş vermişdir. Şirvan bəylərinin carlarını şimal sənətindən qorumaq müqabilində xəzinədə aldığı maaşı öz başına dayandırması üsyana səbəb olmuşdur. Üsyançılar Şamaxıya hücum edərək Şirvan bəylərbəyin buradakı malikəsini yandırdılar. Şirvan bəylərbəyi Həsən Əli xan öldürüldü. Üsyan Səfəv sarayının böyük həyəcana səbəb oldu və Şah Sultan Hüseyin burada yeni bəylərbəyə göndərmə oldu və 711-ci ildə üsyanın yerli ruhani başçısı Müşür Mağlunun Dədəli kəndindən olan Hacı Davud rəhbərlik etməyə başladı və Hacı Davud yüksək rütbəli din xadim və zəngin feodal ailəsinə mənsub deyildi. Məkkə ziyarətinə getmiş və hacı almışdır. Ona görə də bu adı alırdı, yəni bu dinə aid heç bir şey deyildi. 1709-cu ildə Əfqan qəbilələri üsyan edib Qəndaharı ələ keçirdi. Şah Sultan Hüseynin yarımçıq siyasəti, yəni yaratmaz siyasəti xalqın Səfəv sülaləsinə qarşı inamını sarsıtmışdı. Mərkəzi hakimiyyətdən narazı olan qüvvələr fəal şəkildə baş verən üsyanları yatırmağa çalışırdılar. 718 əsrin 20-ci illərində Səfəv dövləti tənzil dövrünə qədəm qoydu. Bu dövrdə Şirvanda feodal zülmünə qarşı mübarizələr meydanına çevrilmiş və 1719-21-ci illərdə Səfəv əleyhinə Şirvanda Hacı Davudun başçılığı yeni üsyanlar baş verdi. Hacı Davud Qaraqaytaqlı Əhməd xan və Qazqumlu Surxay xanla ittifaq yaratdı. Lakin 1719-cu ilin sonlarında Şirvan üsyanı yatırıldı. Hacı Davud həbs edildi. Dağıstana qaçan Qazqumlu Surxay xan isə şaha xidmət edəcəyi müqabilində yüzbaşı rütbəsini aldı. Lakin Hacı Davud həbsdən qaçaraq Qazqumlu Surxay xanı öz tərəfinə çəkib Şirvanda əhaliyi yenidən üsyana qaldırdı. Rus hökumətinə məktub göndərərək onlardan hərbi yardım istədi. 1721-ci ildə Şirvanda əsas inzibati mərkəzi olan Şamaxını ələ keçirdi. Lakin Dərbənd, Bakı və Gəncə hücumları ordusuqla nəticələndi. İndi Hacı Davudun Osmanlı İmperiyasına müraciətinə baxaq. Bu zaman Hacı Davud Rusiyanın rəqibi olan Osmanlı İmperiyasına müraciət etdi. Hacı Davud Osmanlı dövlətindən hərbi kömək istəməklə bərabər Osmanlı dövlətinin himayəsini qəbul etmək istədiyini bildirdi. Və 3-cü Əhməd Osmanlı hökmdarı 1-ci Pyotrun Xəzərlərin bölgəyə yürüşdən narahat olduğu üçün Hacı Davudun təklifini qəbul etdi və fərman göndərib onu xan tutulub verdi. Hacı Davudu Şirvan hakimi kimi tanıdı. Osmanlı himayəsi altında Şirvan yarım müstəqil xanlıq kimi tanındı. Belə ki, Hacı Davudun hərəkatı
Osmanlı və Rusiya dövlətinin Azərbaycan müdaxiləsinə bəhanə oldu və Rusiya ilk dəfə Azərbaycan uğrunda rəqabətə qoşuldu. Üsyançılara himayə etmişdi Ümmü Bilək biz, 2-ci Mehmet, bu kim idi? Uğurlu Məhəmməd Ağqoylu hökmdarı Uzunhəsənin oğlu idi. Sultan Süleyman himayə etmişdi kimi Əlqas Mirzəni, bu da İsmailin oğlu və Təhmasibin qardaşı idi. Və 3-cü Əhməd kimi Hacı Davudu himayə etmişdi. Həmin dövrdə Azərbaycan bəylərbəylikləri var idi. Azərbaycan ərazisi bəylərbəyliyə bölünmüşdü. Şirvan bəylərbəyliyi idi. Diqqətlə baxsaq, şimali şərq hissəmizdə Şirvan bəylərbəyliyi idi. Ondan sonra onun yanında Qarabağ bəylərbəyliyi yerləşirdi, mərkəzi Gəncə şəhəri idi. Daha sonra Sursat bəylərbəyliyi var, indiki Qərbi Azərbaycan ərazisində və cənub hissəmizdə isə Təbriz bəylərbəyliyi yerləşirdi. Ümidvaram dərs sizin üçün faydalı olar. Üsyanda baş verdiyi əraziləri isə dəqiq desək, bu ərazilərdir. Şirvan bəylərbəyliyi ərazisində baş verir və Çar Balakən üsyanı isə və burada göstərdiyim kimi şəkildən biraz yuxarıda bu ərazilərdə baş vermişdir. Bu ərazilərdə və yatırılmışdır daha sonra. Və ümidvaram dərs sizin üçün faydalı olar. Xəritəyə də yəni baxıb faydalana bilərsiniz. Oldu. Çox sağ olun.